Salam kanalımızın değerli izləyiciləri. Bu dərsimizdə 5-ci sinif informatika dərsindən informasiyanı ölçmək olarmı bölməsini öyrənəcəyik. Açaq sözlərimizə baxaq bu dərsə aid bit və byte. Əhmədlə Orxan riyaziyyat dərsindən sonra mübahisə edirdilər. Əhməd dedi: "Sən müəllimin dediklərini başa düşdünmü?" Əlbəttə, orada başa düşülməyə nə vardı ki? Məncə, bir dərsdə həddən artıq informasiya verildi. Məncə yox. Necə yox? Əvvəlcə bir tərif verildi. Ardınca ikincisi. Sonra da xassələr. Hələ bundan sonra da yeni məsələlər. Bu qədər şeyi necə sığışdırmaq olar? Başım lap şişdi. Mənim başım şişməyib. Çünki sənin başın mənimkindən böyükdür. Ancaq biraz da informasiya qəbul etsən, sənin də başın şişəcək, deyə Əhməd zarafat etdi. Sizcə Əhmədin zarafatla dediyi fikir doğrudurmu? Əhməd deyir ki, çox məlumat eşidəndə baş şişir. Orxan isə deyir ki, bu onun üçün çətin olmadı. Əslində Əhmədin dediyi söz zarafatdır. Baş həqiqətdə böyümür və ya şişmir. Sadəcə insan çox informasiya eşidəndə çaşqınlıq, yorğunluq və həddindən artıq düşünmə səbəbindən özünü belə hiss edir. Yəni beyin yorulduğu üçün sanki baş şişib kimi təsəvvür yaranır. Beləliklə, Əhmədin fikri həqiqətə uyğun deyil. Sadəcə zarafatyana deyilmiş ifadədir. Bunun mənası odur ki, hər insan məlumatı fərqli qavrayır. Biri eyni dərsi tez başa düşür, digəri isə daha çox vaxt istəyir. Fəaliyyət hissəmizə keçək. İnformasiyanın həcminin müəyyən olunması. Başqa şəhərdə yaşayan dostuna aşağıdakı məzmunda telegram göndərmək istəyirsən. Əziz dostum Nicat, səni ad günün münasibəti ilə təbrik edirəm. Sənə dərslərində müvəffəqiyyətlər və bol-bol sevinc arzulayıram. Dostun Alpay. Telegramı qəbul edən işçi hər simvol üçün 1 qəpik ödəmək lazım olduğunu söylədi. Sizin isə cəmi 1 manat pulunuz var. Sözləri daha qısa sinonimləri ilə əvəz etməklə və artıq sözləri silməklə onu elə dəyişin ki, telegramı göndərməyə pulunuz çatsın. Deməli, nə edəcəyik? Sözləri daha qısa sinonimləri ilə əvəz etməklə və artıq sözləri silməklə onu elə dəyişin ki, telegramı göndərməyə pulunuz çatsın. Müzakirə edək. Hansı sözləri artıq hesab etdiniz? Telegramınız neçəyə başa gəldi? Əvvəla tapşırığın mahiyyəti. Biz dostumuza telegram göndərmək istəyirik. Telegramın mətni uzundur və hər simvol üçün 1 qəpik ödənilir. Bizdə isə cəmi 1 manat var. Yəni 1 manatda neçə qəpik var? 100 qəpik. Yəni ki, 100 manat cəmisi pulumuz var. Deməli, telegram 100 simvoldan çox ola bilməz. Buna görə də mətni qısaltmalı, artıq sözləri silməli və ya sinonimlərinə əvəz etməliyik. Verilən telegramın mətni necə idi? Əziz dostum Nicat, səni ad günün münasibəti ilə təbrik edirəm. Sənə dərslərində müvəffəqiyyətlər və bol-bol sevinc arzulayıram. Dostun Alpay. Qısaldılmış variant 100 simvoldan az olmalıdır və yaxud 100 simvolunu keçməməlidir. Çünki cəmsi dedik ki, hər simvol 1 qəpik lazım olur və bizim də cəmsi 100 qəpiyimiz var. Belə dəyişə bilərik. Nicat, ad günün mübarək. Uğur və sevinc arzulayıram. Alpay. Bu həm məna baxımından dəyişməyib, həm də çox qısadır. İndi isə müzakirə suallarının cavablarına baxaq. Birinci sualımız, hansı sözləri artıq hesab etdik? Mən burada əziz dostum, münasibəti ilə, təbrik edirəm, dərslərində müvəffəqiyyətlər,
bol bol kimi uzun və təkrar məna verən ifadələri artıq hesab etdim və bu ifadələri sildik və ya qısaltdıq. İkinci sualımız, teleqramınız neçəyə başa gəldi? Qısaldılmış bu yeni teleqram təxminən 50-60 simvol var. Təkrar oxuyaq. Nicat. Ad günün mübarək. Uğur və sevinc arzulayıram. Alpay. Deməli, teleqram 50-60 qəpiyə, yəni 1 manatdan az başa gələcək. Pulumuz da əlbəttə ki, buna kifayət edəcək. Nəticə olaraq, mətn qısaldılarkən informasiya dəyişmədi, sadəcə artıq sözlər çıxarıldı və qısa sinonimlər istifadə olundu. Bu da informasiya həcmini azaltdı və teleqramı göndərmək üçün büdcəmiz çatdı. Davam edək. Əşyanın ağırlığını, yolun uzunluğunu, zamanı ölçdüyümüz kimi informasiyanı da ölçmək olur. İnformasiyanın həcmini ölçmək üçün ən kiçik ölçü vahidi bit adlanır. Bit yalnız iki qiymətdən birini ala bilər. 0 və ya 1. İnanmaq çətin olsa da, hər cür informasiya, yəni mətn, qrafika, musiqi, video, kompüterdə sadəcə bu iki rəqəm vasitəsilə saxlanılır. Mətnin hər bir simvolunu, hərfləri, rəqəmləri, durğu işarələrini, o cümlədən boşluq işarəsinin özündə kodlaşdırmaq üçün 8 bitdən istifadə olunur. Məsələn, B hərfi kompüterdə bu şəkildə göstərilir. 01, 0000, 10. Hər biri bir bitdir və bir simvolda ümumi 8 bitdən baxın təşkil olunub 1 baytdır. 8 ardıcıl bitə xüsusi ad da verilib bayt. Deməli, 1 bayt bərabərdir nəyə? 8 bitə. İnformasiyanın həcmini baytlarla ölçmək daha rahatdır. İnformatika sözü 11 simvoldan, yəni hərfdən ibarət olduğu üçün kompüterin yaddaşında 11 bayt yer tutur. Baxın, bu söz 11 simvoldan ibarətdir. 5, 6, 7, 8, 9, 10, 11. Və hər bir simvolda 1 bayt olduğu üçün bu informatika sözü kompüterin yaddaşında 11 bayt yer tutur. Bunu bitə çevirmək istəsək, 8-ə vuracaq, 11-i də 8-ə vuranda 88 bit edir. İnformasiyanın həcminin ölçülməsi ifadəsi isə 33 bayt. Baxın, bu söz. Bunun simvolların sayını saysaq, burada boşluqlara diqqət edin, boşluğun özü də simvol sayılır. O boşluqları da saysaq 33 simvoldan ibarət olduğunu görəcəyik və hər bir simvolda bildik ki, 1 bayt yer tutduğu üçün ümumi bu ifadə 33 bayt yer tutacaq. Və neçə bit olduğunu da soruşsanız 33-ü vurun 8-ə, çünki 1 bayt 8 bitdir. O da 264 bit yer tutacağını görəcəyik. Məsafəni ölçmək üçün metrlə yanaşı kilometrdən, ağırlığı ölçmək üçün qramla yanaşı kiloqramdan istifadə edilir. Böyük həcmli informasiyanı ölçmək üçün də baytdan böyük vahidlər tələb olunur. Deməli, necə oldu? Böyük həcmli informasiyanı ölçmək üçün baytdan böyük vahidlər də tələb olunduğunu gördük. 1 kilobayt. Baxın, deməli, bunlar nələrdir? Baytdan böyük. Kilobayt, megabayt, gigabayt, terabayt. Kilo, mega, giga, tera. Baxın, belə yadda saxlayın. Əziz şagirdlər, sadə üsulu. Kilo, mega, giga, tera. Deməli, necə oldu? Kilobayt, megabayt, gigabayt, terabayt. Və bunlar arasında da çox rahatdır 1024 dəyişmə var. Yəni, baxın, 1 kilobayt özü 1024 baytdır. 1 bayt 8 bitdir. 1 kilobayt baytdan böyük ölçü vahididir, informasiyanın ölçü vahididir və 1024 baytdır. 1 megabayt özü 1024 kilobaytdır. 1 gigabayt özü 1024 megabaytdır.
1 terabayt özü də 1024 gigabaytdır. İndi isə araşdıraq öyrənək hissəsi. Bu informasiya daşıyıcılarının tutumunu öyrənin və onları müqayisə edin. Deməli, şəkildə görürük ki, disketdir, CD-dir, flash yaddaşdır və DVD diskidir. Bu şəkillərdə bunları görürük və gəlin bunları müqayisə edək. Birinci disket. Disket tutumu 1,44 megabaytdır. Gəlin açaq buradan. Paint'i. Disketin tutumu neçədir? Gəlin bunu buradan açaq. 1,44 megabayt. Disketin tutumu görürsüz, kiçikdir. Çox az məlumat saxlayır. Müasir dövrdə demək olar ki, istifadə olunmur. Bəlkə yadınızda ola və yaxud valideynlərinizin, böyük evdə qardaş bacınızın yadında ola. Əvvəllər bu disketlər istifadə olunurdu, yəni kompüterlər təzə çıxan vaxtlar. İndi isə artıq müasir dövrdə dediyimiz kimi demək olar ki, artıq istifadə olunmur. Köhnə bir texnologiya sayılır. CD, kompakt disk. Tutumu 700 megabaytdır. ...700 megabaytdır tutumu CD-nin. Disketdən təxminən 500 dəfə çox məlumat tutur. Adətən mahnılar, şəkillər və proqramlar yazmaq üçün istifadə olunur. Bu da köhnə bir texnologiya vasitəsidir, yaddaş diskidir. Adətən mahnılar, şəkillər, proqramlar yazmaq üçün istifadə olunurdu. Sonra gəldik üçüncü şəkilə, flash yaddaş. Tutumu 4 GB-a 256 GB və ya daha çox. Baxın. Tutumu nə qədərdir? 4 GB-a 4 GB-a 256 GB və daha çox. Üstəgəl işarəsi qoyuram ki, yəni daha çox. Digər daşıyıcılara görə ən çox məlumat saxlayan vasitədir. Rahat daşınır, sürətini yazılır və çox istifadə olunur. Deməli, flash kart haqqında nə öyrəndik? Yaddaşı 4 GB-a 256 GB və ya daha çox yaddaş tutumuna sahibdir. Digər daşıyıcılara görə ən çox məlumat saxlayan vasitədir. Rahat daşınır, sürətini yazılır və çox istifadə olunur. DVD. Baxın bu. Tutumu 4,7 GB, bəzən 8,5 GB olanları da var. Tutumu neçədir? 4,7 GB DVD, bəzən neçə olur? 8,5 GB olanları da var. ...8,5 GB olanları da var.
CD-dən təxminən 7 dəfə çox məlumat tutur. Filmlər və böyük həcmli fayllar üçün istifadə olunur. Deməli, DVD nə öyrəndik? Tutumu 4,7 GB-dır. Bəzən 8,5 GB olanları da olur. CD-dən təxminən 7 dəfə çox məlumat tutur. Filmlər və böyük həcmli fayllar üçün istifadə olunur. İndi isə müqayisə etsək, kiçikdən böyüyə ən az tutumu olan disketin tutumu nə qədərdir? 1,44 MB. CD-nin tutumu nə qədərdir? 700 MB. DVD-nin tutumu nə qədərdir? 4,7 GB. Flash yaddaşın tutumu isə nə qədərdir? 4 GB-la 250 GB arası. Nəticə olaraq ən az tutum disketdədir. Ən çox tutum isə flash yaddaşdadır. CD və DVD köhnə, flash yaddaş isə bu gün ən çox istifadə olunan yaddaş daşıyıcısıdır. Sonra gələk sual və tapşırıqlarımıza. Birinci sualımız. Bit nədir? 1 kilobayt neçə bitdir? Açaq bunu. Lazım olar. Bit nədir və 1 kilobayt neçə bitdir? Bit informasiya ölçüsünün ən kiçik vahididir. İki vəziyyəti var, 0 və 1. Bitin deməli iki vəziyyəti var, 0 və 1. Ən kiçik informasiya vahididir və gəldik bayta, kilobayta. 1 kilobayt 1 kilobayt neçədir, nə qədərdir? 1024 baytdır. 1024 baytdır və onu da vururuq 8-ə. Açaq kalkulatorumuzu. Kalkulatorumuzu açaq. Min 24'ü də vuraq. Neçəyə? 8-ə. Bitə çevirmək üçün. Çünki 1 baytda 8 bitdi axı. Bu da neçə nədir? 8192. 8192 bit. Video filmin həcmi 4 GB-dır. Bir disk 700 MB informasiya tutur. Bu filmi köçürmək üçün neçə disk lazımdır? Video filmin həcmi deməli neçədir? 4 GB. Açaq yeni səhifə. Video filmin həcmi olsun nə qədər? 4 Paint açaq yenidə. Karandaşımızı seçək.
Video filmin həcmi 4 GB-dır. 4 GB. 4 GB. Yəni nə qədər? 4 GB nə qədərdir? 1 GB bilirik ki, 1024 megabaytdır. 4-ü vururuq 1024-ə. 4 vurulsun 1024. 4096. 4096 nə qədər megabayt? 4096 megabayt elədi. Bir diskdə 700 megabayt. 4096-nı bölürük 700-ə. 5 tam təxminən neçəsədir ki, 6 dənə. Tam götürək 6 dənə disk bizə lazım olacaq. C variantı. Sonra 5-ci sinif söz birləşməsinin informasiya həcmi nə qədərdir? Baxın 1, 2, 3, 4, başlıqda sayırıq 5, 6, 7, 8, 9, 10. 10'dur. 10 simvol var və hər simvol bilirik ki, hər simvol 1 baytdır. Yəni burada açaq yeni səhifə. Hər simvol 1 baytdırsa 10 baytdır və 10 bayt cavablarda yoxdur deyə baxırıq. 1 bayt neçə bitdir? 8. Onu 8-ə vuranda neçə? 80. 80 bit. 80 bit C variantı. Klaviatura və kursor sözlərinin informasiya həcmini tapın və müqayisə edin. Klaviatura sözündə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 simvol var. Kursor sözündə də 6 dənə. Hansı böyükdür? Bu deməli 10 baytdır. Bu isə 6 baytdır. Əgər bitə çevirəsi olsaq, birə baxaq hansı böyükdür. Təbii ki, klaviatura sözü bu 10 baytdır. 4 bayt bundan böyükdür. Birə bitə çevirsək, 8-ə vuracağıq 80. 80 bit. Bu da 6-nı 8-ə vuranda 24. 24 bit. Yəni hansı böyük olacaq? Təbii ki, 80 bit böyükdür. Nə qədər böyükdür? Çıxırıq. Yox, 6-nı 8-ə üzr istəyirəm. Dəyişik səhv vurduq. 48. 48 bit eləyəcək. Və nə qədər böyük olacaq ondan? 32 bit. Çıxanda 80-dən 48-i eləyir 32. Yazı maşınında yazılmış bir səhifədə təxminən 30 sətir, hər sətirdə isə 60 simvol olur. Bir simvolun informasiya tutumunun 1 bayt olduğunu nəzərə alaraq, bir səhifədəki informasiyanın həcmini bitlə ifadə edin. Seçək bunu.
Deməli, yazı maşınasında yazılmış bir səhifədə təxminən 30 sətr var. 30 dənə sətr var. Hər sətirdə 30 sətr. Hər sətirdə nə qədər simvol var? 60. Deməli, ümumi nə qədər simvol var? 30-u vururuq 60-a. 30 vur 60. 1800. 1800 simvol var və bu simvolların hər biri də deyək bir simvolun informasiya tutumunun 1 bayt olduğunu nəzərə alaraq 1800 baytdır və 1 bayt neçə bitdir? Bilirik ki 8 bit. Vururuq 8-ə 14400. 14400 14400 bit. 14400 bit eləyəcək. Deməli, həcmi nə qədər oldu? Bir səhifədə 14400 bit. Sualları da belə tamamlamış olduq. Keçək ümumiləşdirici sual və tapşırıqlarımıza. Birinci sual. Anası Orxanın alnına toxundu və dərman gətirməyə getdi. O, Orxan haqqında hansı informasiyanı aldı? Orxan haqqında qızdırması olduğu informasiyasını aldı. Çünki alnına toxunmaqla anası Orxanın qızdırmasının olub-olmadığını hiss etdi. Yəni aldığı informasiya onun hərarəti ilə bağlıdır. C variantı. İnsan ətraf aləmdən informasiyanı əsasən bu duyğu üzvü vasitəsilə alır. Hansı duyğu üzvüdür? Göz. İnsan ən çox məlumatı görməklə əldə edir. Gözlər vasitəsilə ətrafı görür və çoxlu informasiya toplayır. Deməli B variantı. Növbəti testimiz əgər sözdə saitləri 0, samitləri isə 1 ilə göstərsək, alətlər sözü necə təqdim olacaq? Alətlər. Yazıb baxaq. A, alətlər. Və rəngimizi dəyişək. Saitləri dedik 0-la, samitləri 1-lə göstərir. Saitlər nədir? A, 0, Ə, 0, Ə, 0. Samitləri 1-lə 1, 1, 1 və 1. Cavabımız nə olacaq? 0, 1, 0, 1, 1, 0, 1. C variantı. Sonra növbəti sualımıza davam edək. Futbol oyununda hakimlər hansı kodlardan istifadə edirlər və həmin kodların açması nədir? Rəngli kartlardan istifadə edirlər. Qırmızı və sarı kartlar. Kod kimi bu kartlar istifadə olunur. Hakim oyunda vəziyyəti sözlə yox, rəngli kartlarla, yəni kodlarla bildirir. Sarı kart xəbərdarlıqdır. Qırmızı kart isə oyundan qovma deməkdir. Bu
Futbolda informasiyanın kodlaşdırılmasıdır. Növbəti sualımız Fuad xoşladığı avtomobilin şəklini dostuna göstərdi. Burada şəkil nədir? Avtomobilin A variantı maddi modeli, B variantı avtomobilin informasiya modeli. Cavab B variantıdır. Avtomobilin informasiya modeli. Şəkil real avtomobilin özü deyil, onun haqqında məlumatdır. Yəni nədir? İnformasiya modelidir. B variantı. Altıncı sualımız yandakı şəkil nəyin informasiya modelidir? Baxın bu sualla bu sual. Altıncı sual özü beşinci sualın cavabı 6-da gizlidir. Baxın. Deyir ki, Fuad xoşladığı avtomobilin şəklini dostuna göstərdi. Burada şəkil nədir? Altıncı sualda isə maraqlıdır. Yazır ki, yandakı şəkil nəyin informasiya modelidir? Deməli, bu şəkil informasiya modelidir. Sonra Fuad şəklini dostuna bəyəndiyi avtomobilin şəklini dostuna göstərir. Deməli, burada şəkildə avtomobilin informasiya modelidir. Bu, baxaq nəyin informasiya modelidir? Günəş sisteminin. Cavab B variantıdır. Günəş sisteminin informasiya modelidir. Rəsmdə günəş və planetlər görürsünüz ki, təsvir olunub. Bu da günəş sisteminin modelini əks etdirir. Bu həcmlərdən ən böyük olanı hansıdır? Gəlin baxaq. Bu həcmlərdən ən böyük olanı deyir ki, hansıdır? Birinci 1024 byte. 1024 byte 24 byte bərabərdir 1 kilobayt. Sonra ikinci 2048 bit. Kırk sekiz 2048 bit 256 byte'dir. Yəni 8 bit 1 byte olduğu üçün açaq kalkulatorumuzu 2048-i bölək 8-ə neçə eləyəcək? 256. 256 nədir bu? Byte. Görürsünüz, çox kiçikdir. Kilobaytdan da kiçikdir. Həddindən artıq kiçik bir vahiddir. Sonra 1 kilobayt C variantında 1 kilobaytdır. D variantı isə 1025 byte. (1024 byte 1 kilobaytdır. Neçədir? 1025 neçədir? 1024 üstəgəl 1. 1024 byte üstəgəl 1 byte bərabərdir. 1024 byte neçədir? 1 kilobayt. 1 kilobaytdır. Üstünə gəlsin 1 byte. Deməli, burada ən böyüyü hansıdır? 1025 byte. Baxın, 1 kilobaytdan da böyükdür. 1 kilobayt. Bunlar bərabərdir. Bunun hamısı, bu ən kiçiyidir. Bu isə ən böyüyüdür. Deməli, ən böyüyü nədir? D variantı. 1025 byte. Nümunə sözünün deyir informasiya həcmi nə qədərdir?
Yəni baxaq. Nümunə sözünün informasiya həcmi. Nümunə sözü. Neçə simvoldan ibarətdir? 6. Hər simvol neçədir? 1 baytdır. 1 baytda neçə bitdir? 8. 6-nı 8-ə neçə eləyir? 48 bit. Bit sözü qısaca bu yazılmır ha. Bit yazılır yenə. Nümunə sözünün informasiya həcmi 6 baytdır, 48 bitdir. D variantı. Sonra növbəti sualımıza keçək. Oğuz yeninin adəti vardı. Oğuz igidlərini, xatınlarını şənliyə, toya çağıranda uca dağın başında bir tonqal qalanardı. İki tonqal qanayanda bilərdilər ki, enin başında qəza var, təhlükə var, düşmən basqını gözlənir. Verilmiş bu mətin parçasında hansı informasiya prosesi təsvir olunub? Məlumatın ötürülməsi variantlar yoxdur, sadəcə kifayət sualdır. Məlumatın ötürülməsi informasiya prosesi təsvir olunubdur. Mətndə tonqal yandırmaqla xəbər göndərməkdən danışılır, yəni informasiya bir yerdən başqa yerə ötürülür. Deməli, belə izah verək bu suala. Oğuz enində insanlar bir-birinə xəbər vermək üçün tonqal yandırırdılar. Bir tonqal toy, şənlik, bir sözünə yaxşı xəbəri bildirirdi. İki tonqal isə təhlükə, düşmən basqını, bir sözünə pis xəbəri bildirirdi. Yəni tonqal onların xəbərdarlıq siqnalı idi bir növ. Bir sözünə burada informasiya, yəni xəbər tonqal vasitəsilə bir yerdən başqa yerə ötürülürdü. Deməli, mətndə informasiya mübadiləsi və ötürülməsi prosesi göstərilibdir. Bu şəkildə bu dərsin də sonuna gəldik əziz şagirdlər. Əgər dərsə aid hər hansı bir sual və təklif olarsa, videonun altına rəy bölməsinə qeyd edə bilərsiniz. Və əgər dərslərimiz faydalı gəlirsə, kanalımıza abunə olmağı və dərslərimizi bəyənib rəylər yazmağı unutmayın ki, dərslərimiz sizdən çox insanlara çata bilsin. Bu dərs deyəcəklərimiz bu qədər. Növbəti dərslərimizdə görüşənədək. Salamat qalın.